99 yaşlı Əsəd Ağa babanın göz əməliyyatı uğurla keçib. 99 yaşlı pasiyentin hər iki gözündə katarakt əməliyyatı icra olunub. Cərrah oftalmoloq doktor Leyla Kazımova əməliyyatın təfərrüatları barədə STV xəbərə danışıb. Qocalıq kataraktasıdır. Rayondan bizə müraciət etmişdi. 99 yaşı var. Baba da müraciət elədi. Dedi, mən heç görmürəm, görmək istəyirəm. Bu şəraiti yaratdıq. Katarakta ekstraksiyası icra olunubdur. Hər iki gözünə linza yerləşdirilmişik, gözünün içinə. Halbuki ümumi somatik vəziyyəti, ümumi vəziyyəti ağır olsa belə, bir çox yanaşı gedən xəstəliyi olmağına baxmayaraq iki gözü də yaxşı görür və əməliyyatda çox rahat keçdi. Pasiyentimiz sağlamdır və görən gözləri ilə rayona, evinə geri yola salırıq. Hazırda 1928-ci təvəllüdlü Cəbrayılov Əsəd Ağa Əsədoğlunun görmə qabiliyyəti bərpa edilib və əməliyyatdan sonra səhhəti qənaətbəxşdir.